2026-cı ilin may ayı. Tehranın üzərindəki hava həm isti, həm də gərgindir. Fevralın 28-də başlayan Birləşmiş Ştatlar İran hərbi toqquşmaları, İslamabadda uğursuzluqla nəticələnən danışıqlar və qeyri-sabit bir atəşkəs. İndi İran cəmiyyəti ikili bir reallıq içindədir. Bir tərəfdə ənənələr və həyatın davamlılığı, digər tərəfdə isə hər an başlayacaq böyük bir müharibənin soyuq nəfəsi. Mayın 18-i İmam Əli və xanım Fatimənin izdivac ildönümü. Muhammed Rəsulullah bölməsinin təşkilatçılığı ilə 110 cütlük İmam Hüseyin meydanında bir araya gəlib. Bu sadəcə bir toy deyil, bu Janfada özünü fəda edən ruhun dünyaya meydan oxumasıdır. Biz dünyaya göstərmək istəyirik ki, İran xalqı heç bir təhdiddən qorxmur. Bu meydandakı minlərlə insan düşmənə ağır zərbə vurmağa gəlib. Heç nəyə baxmayaraq biz ölkəmizin arxasındayıq. Bu mesajın birbaşa onadır. Amerika və İsrail, bu fitnə fəsadla heç nəyə nail ola bilməyəcəksiniz. Bu, birliyin nişanəsidir. Heç bir güc bizim bu ölkəyə və inancımıza olan ağır bağlılığımıza xələl gətirə bilməz. Lakin günəş batır və toyun sədaları yerini silah mexanizminin soyuq səsinə buraxır. 31 milyondan çox insanın qeydiyyatdan keçdiyi Janfada kampaniyası artıq Tehranın küçələrini bir təlim meydanına çevirib. Müharibə qapıdadırsa, hər kəs əskərdir. Bu silahlar ölkəmizin müdafiəsi üçündür. Biz düşməndən qorxmuruq. Torpağımızı qorumağa hər an hazırıq. Baxın, bu mexanizm ilkin hazırlıq üçündür. Çox sadədir. Sadəcə detalların yerində olduğundan əmin olmalısınız. İttifaqımızın nə qədər güclü olduğunu göstərmək üçün buradayıq. Qadın kişi fərq etməz. Hamımız bu məqsədin arxasındayıq. Vaşinqton və Tehran, bir tərəfdə nüvə proqramı və sanksiyalar, digər tərəfdə isə sarsılmaz görünməyə çalışan bir xalq. Donald Trumpın elan etdiyi müvəqqəti atəşkəs hələ də çox kövrəkdir. İslamabaddakı danışıqlar uğursuz olduqdan sonra Tehranın mesajı isə sadədir. Biz həm sevirik, həm də döyüşürük. Bu, böyük bir sülhün başlanğıcıdır, yoxsa fırtınadan öncəki son sükut, gələcək hələ də dumanlıdır.